fitoterapevt Məlahət xanım Qəhrəmanova studiyamızın həkim qonağıdır. Nərgiz Tibb Mərkəzinin direktoru, baş həkimi, tibb elmləri doktoru, fitoterapevtlər İctimai Birliyinin sədri. Xoş gördük sizi. Çox sağ olun, təşəkkürlər. Təşəkkür edirəm gəldiyinizə görə. Məlahət xanım, Nərgiz Tibb Mərkəzinə artıq illərdir müraciətlə bu və ya digər səbəblə gəlir. İnsanlarımız, az yaşlı uşaqlarımız da xüsusilə çoxluq təşkil edir o müraciət edən pasiyentlər arasında. Amma unutmayaq ki, daha çox parazitar xəstəliklər. Adını çəkdiyimiz anda ağlımıza ilk gələn Nərgiz Tibb Mərkəzidir. Niyə? Çünki mən də öz verilişlərimdə dəfələrlə təkrar edirəm ki, bu qurdlar müxtəlif növdə olur, bu parazitlər, bu helmintlər. Onları təyin etmək üçün müəyyən reaktivlər var ki, o reaktivlər bütün laboratoriyalarda olmur. Məhz Nərgiz Tibb Mərkəzində bütün reaktivlər var. Hələ yeniliklərimiz də var. Buyurun, paylaşın bizimlə. Bəli, çox gözəl. Mən də hər kəsi salamlayıram. Həqiqətən də bugün parazitar xəstəliklər çox yayğındır və biz çalışırıq ki, hər dəfə ən müasir, ən yeniliklər olan zaman ilk öndə olaraq biz onu gündəmə gətirək. Son illərdə bilirik ki, daha çox mübahisəli olan laborator analizləri olur. Həmişə qanda olar, nəcisdə olar, saskop, yəni yaxmada olur. Biz son vaxtlarda dəqiq müayinə üçün panel aldıq, nəcis paneli ki, bu, bütün parazitar qurd xəstəliklərinin tam müayinəsinin dəqiq təyini üçün nəcisdə olan bütün parazitlərin aşkarlanması üçün panel olaraq, necə allergik panel olur, allergiyada, bütün nələrdə. Bəli, xəstələr təbii ki, özləri gətirməyi daha məsləhətlidir. Orada da götürə bilərik. Bəzən orada götürən uşaqlarda olmaya bilər həmin anda, amma evdən gətirilən zaman daha güvənlidir. Gəlib qablar, nəcis qabları götürüb gətirə bilərlər və onu da deyim ki, o steril qabda gəlməlidir və həmin panellərlə hansı qurd növünün olduğu o paneldə aşkarlanır. Necə ki, allergik həssaslığın nəyə qarşı, hansı qidaya qarşı, nəyə qarşı bizim allergiyamız var, daha dəqiq görünür. Bəli, parazitlərin də hansı parazit növünün olduğu orada daha dəqiqliyinə göstərilir. Biz bilirik ki, dünya statistikasında ən çox bugün parazitar xəstəliklər daha çox gündəmdədir. Amma Azərbaycanda ümumiyyətlə 25 növü var ki, bunun 10'u daha aktivdir. Bu 10 növləri hansılardır? Askaridadır, angilostomadır, toksikaradır, trixanelladır, trixofiliozdur, enterobiyozdur, abstrixozdur. Bu qurd növləri daha çox yayğındır və daha çox tez-tez rast gəlinir. Çünki bəzən xəstələr gəlir, bir dənə ləmbulə verib analizi. Axı, hardan bildin ki, səndə tək ləmbulə var? Səndə başqa qurd növləri də ola bilər. Xəstələr şikayətlənir ki, biz gedirik, uzun müddət, məsələn, parazitdən əziyyət çəkirik, elə olur, özümüz görürük. Bəzən görürük ki, məsələn, parazit var, öküz soliterləri, məsələn, çox yayğındır bu saat, exnokoklara çox tez-tez rast gəlirik. Bunların da olma səbəbləri var. Bu yoxdur sözünü mən çox vaxt qəbullana bilmirəm. Niyə? Yaşadığımız həyat tərzi. Bəli, elə insanlar var ki, olmaya bilər. Exnokoklar bugün niyə yayğındır? Bütün rayonlara gedirik. Məsələn, Bərdədə olan zaman, Gəncədə olan zaman, Qubada olan zaman, heç xəstənin xəbəri də olmadan, məsələn, bu exnokokları aşkarlamışıq. Exnokok qaraciyərdə olan arı pətəyinə oxşar görüntü verir. Bu ultrasəs müayinəsində də görünür. Qan testi ilə də aşkarlanır ifa üsulunda. Yəni bunlar çox yayğındır. Amma ən çox, məsələn, deyirlər ki, ləmbulə. Ləmbulə, bayaq adını ona görə çəkmədim ki, ləmbulədir, blastosistidir, ibtidailərə aiddir, parazitin bir növüdür. Amma onlar bir hüceyrəli olduğu üçün əmövlərə aiddir. Yəni bu da parazitin bir növüdür. Amma, məsələn, insanlar daha çox əziyyət çəkdiyi şəhər əhalisinin daha çox əziyyət çəkdiyi ləmbulələrdir. Niyə? Ona görə ki, biz kənd sularından daha çox istifadə edirik. Bəzən hətta xlorlu suda belə ləmbulələr ölmür. Ona görə bu gigiyenik qaydalardır, ümumiyyətlə bugün fast food yeməkləridir, miqrasiyalardır. Bu həyat tərzimiz olaraq çox yayğındır. Azərbaycanda ilk dəfə Beynəlxalq Parazitologiya konfransı keçirdi. Nərgiz Klinikası ev sahibliyi etdi və Vəli Axundov adına Elmi Tədqiqat İnstitutu, Profilaktika İnstitutu bizlərlə bərabər bu tədbirdə çox gözəl yaxından iştirak elədi və bizə kömək etdi. Orada laboratoriyada olduq, laborator görüntülərə baxdıq. Deyərdim ki, böyük bir həkim kütləsi iştirak elədi və
ümumiyyətlə xaricdən gələn qonaqlarda nə qədər bunun yaygın olduğu, dəri xəstəliklərində... Parazitologiya konfransı idi. Bəli, beynəlxalq parazitologiya konfransı idi. İlk dəfə Azərbaycanda keçirildi və burada göstərilən exnokokdan olan mülahizələr, leishmaniyadan, parazitlərdən, askarlardan, bunların hamısı görüntülərlə çox gözəl bir konfrans oldu. Azərbaycanda ilk dəfə parazitologiya üzrə konfrans keçirilir. Bu sahədə uzun illərdir çalışırıq və apardığımız elmi tədqiqatlar, patentlərimiz, ixtiralarımız məhz parazitologiyanın üzərində qurulub və parazitar xəstəliklərdə fitoterapiyanın rolundan danışacaq və burada bugün bütün iştirak edən həkimlər, alimlərimiz, millət vəkillərimiz hər biri bugün bu möhtəşəm tədbirdə iştirak edir. İnsanlar bəzən yanaşı gedişli xəstəliklərlə bundan əziyyət çəkir, amma məsələn, görürsən, biri mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir və daimi mədə-bağırsağı müalicə edir. Amma biz hətta endoskopiya zamanı endoskopik görüntülərimiz var ki, orada da mədə divarında parazitin olduğunu müşahidə eləmişik. Dəfələrlə mikroskopun altında biz bunları canlı olaraq görürük. İlkin əlamətləri təbii ki, ağız suyunun olması, qaşınma, həddindən artıq allergik həssaslığın artması, mədə-bağırsaq diskomfortu, köpün olması, qəyirmənin olması, uşaqlarda göbək ətrafı sancıların olması. Bunların hər biri parazitin əlamətidir ki, İnsanlar, məsələn, uzun müddət dəri xəstəliyindən əziyyət çəkir, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir. Amma heç vaxt alt səbəb araşdırılmır. Uzun müddət xəstə dəridə olan problemdən əziyyət çəkir. Orada hansı dəri xəstəliklərindən olsun, burada parazitin rolu böyükdür. Aktivləşdirməyə, daha çox həssaslığın yaranmasına parazitlərin rolu çox böyükdür. Bugün indi veterinarda heyvanlara baxılan mərkəzlər çoxdur. Çox da gözəl, məsələn, heyvanlara qulluq olunur, amma evlərdə saxlanılan it, pişik, bunlar çoxdur və həyətdə olan düzgün gigiyenik qaydalara riayət olunmadıqda təbii ki, exnokoklar yaygın olacaq. Yəni bunların hər birinin kökündə bizim həyat tərzimiz durur, gigiyenik qaydalar durur və insanların özlərinə qulluğu, profilaktika çox önəmlidir. Bugün profilaktika deyərdim ki, yetərincə deyil. Ümumdünya Səhiyyə Təşkilatında son statistik məlumatlara görə yer kürəsində əhalinin deyərdim ki, 80%-nə yaxını parazitar xəstəliklərdən əziyyət çəkir. İstər dəridə olsun, istər saç dibində olsun, istər bədənin istənilən bölgələrində olsun. Amma axtarıb tapa bilmirik. Yox, biz diqqət eləyəndə araşdırma zamanı tapılır. Valideynlər çəkir, bunları bizə göndərirlər. Bir bədəndə bu qədər parazit varsa, təbii ki, orada allergiya olacaq, anemiya olacaq, orada diskomfort olacaq, köp, qəyirmə, ürəkbulanma, dərinin avazıması, göz sklerasının saralması, paraziti olan zaman əlamətlər biruzə verə bilir. Amma insanlar bəzən bunu gedir yanlış olaraq mədə-bağırsaq xəstəliyi axtarır, öd-qaraciyər axtarır, dərini müalicə eləyir, bütün günü dəri müalicəsi aparır. Biz ilk növbədə maarifləndirici fikirlər söyləyirik. Bəli. Mən demirəm ki, bugün nəcis analizi ver, sadəcə qurdu axtar. Mən bu ifadəni işlədə bilmərəm. Təbii ki. Niyə? Çünki Məlahət xanım var qarşımda. Terapevt həkimdir və o deyəcək ki, nə danışırsan? Mən nəcisə baxanda o kütləyə, mən deyəndə, yəni laboratoriyada analiz edəndə, klinik olaraq mən deyirik. Yəni biz buna baxdığımızda, araşdırdığımızda, orada hər hansı bir mədə-bağırsaq sisteminə bağlı. Nəcis analizi çox informasiya verir. Sadəcə qurd axtarılmır, onun yumurtası axtarılmır. Məhz ona görə doğru yanaşılan klinikaya getmək lazımdır. Uzun illərdir biz parazitologiya ilə məşğuluq və deyərdim ki, Azərbaycanda bunu daha çox gündəmə gətirməyə həmişə çalışmışam və uzun müddət mənə hətta iradlar da olub ki, hər şey parazitlə, hər şey. Amma indi bugün hamı paraziti müalicə eləməyə çalışır. Baxın,
Trixanella qurdunu ən çox bizə göndərən nevropatoloqlardır ki, orada Nərgiz klinikasına gedin, orada daha dəqiq informasiya ala bilirlər. Trixanella qurdu özü birbaşa ali sinir sistemini pozur. Uşaqlarda aşırı hiperaktivlik yaradır, uşaqlarda sinir sistemində gərginlik yaradır, tıkları yaradır, uşaqlarda yaddaşın pozulmasına gətirib çıxardır. Bunlar hamısı həmin parazitin simptomlarıdır ki, məsələn, valideyn hiss eləməsə də, bu əgər əlamətlər olursa, nevropatoloq görür ki, İnkar eləmək üçün, görür ki, nevroloji müalicələr bəzən yetərli olmur. Amma müayinə zamanı aşkarlanır ki, uşaqda trixanella qurdu var. Haşnana qurtları, cırtdan qurtları da deyirlər onlara. Haşnana qurtları sudurqaları, epileptik tutmaların aktivləşməsinə gətirib çıxarır. Birbaşa bu da ali sinir sisteminə təsir edir. Haşnana qurtlarının olması orqanizm üçün çox təhlükəlidir. Çünki nədən? Bu qurt özü-özünü yaradır və tez-tez çox yaranma qabiliyyətinə malikdir. Ona görə orqanizmlə onu təmizləmək çox çətin olur. Bunu yalnız nəcisdə tapmaq mümkündür. Nəcis vasitəsilə tapılır və əgər nəcisdə aşkarlanırsa, onun müalicəsini bir müddət, uzun müddət aparmalı oluruq. Bəzən görürsünüz ki, qanda antitellər uzun müddət davam eləyə bilər. Amma bilirsiniz, praktik olaraq mən danışmaq istəyirəm. Bəzən elmi cəhətdən, nəzəriyyədən, oxuduqlarımızla, protokolla işləsək, bunlar tam, çünki insan orqanizmi tam fərqlidir. Hamıya eyni dərman, eyni müalicə, eyni xəstəlik, eyni olmur. Hamıda fərqli ola bilər. Bəli. Elə xəstələr var ki, məsələn, 10 dənə xəstə gəlir, onunda da parazit var. Amma onun üçündə heç bir şey olmaya bilər, heç bir əlaməti olmaya bilər, heç nə ilə özünü biruzə verməyə bilər, 7-sində fərqli simptomlar klinik ola bilər. Amma insanlar elə fikirləşir ki, bugün məndə heç nə yoxdursa, məndə qurt yoxdur. Allergiya ilə müraciət edən xəstə olub, allergiyadan uzun müddət müalicə alıb. Amma məlum olub ki, o uşaqda 3 cürə qurt var. Uşağın çəkisi yerində, hər şey yerində, sadəcə allergiyadandır şikayəti. İştahı yerində, yeməyi yerində. Bu, sizi yanlış fikirlərə qapatmasın. Nəyə görə? Çünki insanlar fikirləşir ki, əgər bugün mənim uşağımda heç bir əlamət yoxdursa, olmaya bilər. Ən azından profilaktika olmalıdır və ən azından ildə 2 dəfə müayinə olunmalıdır. Sovetlər dönəmində, biz həmişə mən bunu vurğulayıram, Sovetlər dönəmində biz gedirdik, dərsdə oturan zaman nəcis analizini hamıdan tələb edirdilər. Analizi gətirməyən uşağı sinifə buraxmırdılar. Yəni, bu profilaktikanı bugün də valideynlər özləri eləsinlər. Bugün tibb elmi daha çox inkişaf eləyib. Bugün ölkəmizdə daha çox imkanlar var. Hər kəs istifadə eləyə bilər. Medipol Universitetinin Ankara'dan gəldilər. Bizim parazitalgin siropu, bizim çayları ora götürdülər. Yəni, bunu hətta dünyaya brendləşdirmək üçün laboratoriyalara apardılar ki, daha mükəmməl olduğu üçün onlar bizim leksiyalara baxdılar, görüntülərə baxdılar və bunları orada təzədən laboratoriyada baxılacaq və onlar brend olaraq bütün dünyaya o satışların olmasını planlaşdırırıq. Yəni, bizim təbii vasitələrdə olsa daha effektiv nəticələrimiz var. Mən indi buradan özümü tərifləmək istəmirəm. Bunlar mənim öz patentim. Mən tərifliyim də. Bəli, patentlərim əsasında hazırlanıb. Məsələn, 23 patentin, bunun 5-i, 4-ü, 5-i, bilsən, elə patent var ki, orada variantlar var. Bir neçə variant olur patentdə. Məsələn, parazitologiyada, məsələn, elə dərmanlar var, ləmbulə üçün, məsələn, xüsusi müalicə üsulumuz var. Ona görə o variantların içərisində seçsək, 5-ə yaxın mənim patentim var ki, bu sırf parazitologiyanın üzərində. Evraziyski patentim mənim ləmbulə sırf Evraziyadan alınan patentdir. Yəni, Azərbaycan patentim də var, Evraziyada var. Düzdür, qaraciyər və öd xəstəlikləri mən VIPO-nu almışam, dünya patentini belə deyək almışam. Amma mən parazitar xəstəliklərin bugün o qədər mükəmməlləşdirmişəm ki, onların
tam xəstələrdə müalicəsini əminliklə deyə bilərəm ki, istənilən parazitin müalicəsi Nərgiz klinikasında istənilən səviyyədə tam mükəmməl aparılır. Bunu niyə əminliklə deyirəm? Çünki bunu apardığım araşdırmalar, elmi praktik konferanslar, getdiyimiz ölkələr, hər yerdən mükəmməlləşdirərək bugün bu illərlə bunun üzərində çalışıb, bunu mən yetişdirmişəm və sonunda da şükürlər olsun ki, o konferansı təşkil eləyə bildik. Qurdlara o qədər bəsit parazitlərə, helmintlərə yanaşmaq doğru bir şey deyil. Canlıdan gedir söhbət. Bunun yumurtlaması var, bunun erkəyi, dişisi var. Hansı orqanda parazitlik eləyəcək? Bu mayalandıqdan sonra öləcək, qalacaq. Onun yumurtası limfa sisteminə mi keçəcək? Ankilostomalar qida borusunda çox inkişaf edir. Düzdür, heç qulağa da xoş səslənmir, amma ən qorxulu qurddur. Bəli, sinir sistemi. Xərçəngə qədər sinir sistemi, əzələ ağrısı, qızdırma, üst səpkisi, nə bilim, narahatçılıq, bütün Hətta simptomlar. askaritlər ölümə qədər gətirib çıxara bilir. Amma bu demək deyil, hər səpki qurd səbəbiylədir, Yox, bəli, hər təbii ki. əzələ ağrısı deyil. Amma uzun müddət müalicə alıb, terapevt həkimi də can həkimi deyirik də biz el arasında. Bəli. Gəl konsultasiyadan keç, artıq o anamnez sırasında bilinəcək qurda şübhə varmı? Varsa da Uzun hansı müddət qurda görə öskürək, analiz askaritlər, uzun müddət öskürək verir. Yoxlamırsınız da, simptomlara görə yönlədirsiniz. Bəli, amma yox. Məsələn, baxır ki, xəstənin şikayətinə uyğun olaraq, dediyiniz kimi, simptomlara uyğun olaraq bir neçə qurdu seçirik ki, bu qurdların müayinəsi olunmalıdır. Biz sırf deyə bilmərik ki, bugün səndə Liambliya var. Bugün səndə elə insan var ki, orada 3-4 qurd da ola bilir. Biz xanım var idi, valla 27 ya 28 yaşı var idi, 4 dənə qurd çıxdı. Biz şok olduq. Bu az olur, amma öküz soliteri var idi xanımda, toksikara var idi xanımda, Liambliya var idi, askarit var idi. Yəni bu parazitlər, bu helmintlər eyni müddətdə yaşayır, yoxsa ayrı-ayrı orqanlarda parazitlik gelir? Eləsi var ki, məsələn, Liambliya öd yolu, öd axarında yaşayır. Məsələn, mədə bağırsaqda yaşayır öküz soliterləri. Askaritlər hətta qapı venasına qədər, qaraciyərə qədər gedir, çıxır, ağciyərdə də məskunlaşa bilir. Bəs həmişə deyirik ki, məsələn, uzun müddətli öskürəkdən əziyyət çəkən insanlar var. Onlar heç vaxt fikirləşmir ki, burada parazit olar. Askaritlər özü ağız boşluğuna qədər gəlib qayıdır. Angilistoma. Bu qurdlar ən çox torpaqla işləyən insanlarda olur. Cənub bölgəsində daha çox rast gəlinir. Bu parazitlər ən çox qida borusunda məskunlaşır. Yəni bu qurdların da, bəli, orqanizmin bütün yerində, göz dibindən tutmuş, beyindən, ürəkdən, hər yerdə, harada ona rahat mühit olur, orada mayalana bilir. Amma elə qurd növləri var ki, sırf bilirik ki, daha çox bu bölgələrdə olur. Qida borusunda olan angilistomalar, məsələn, uzun müddət davam etdikdə qıcıq yaradır, xəstədə boğulma hissi yaradır, xəstədə uzaq olsun, tez-tez qaytarma, ürək bulanma, baş ağrıları. Xəstə daimi qida borusundan şikayət edir. Bəlkə endoskopik müayinə zamanı aşkarlana da bilər, aşkarlanmaya da bilər. Amma xəstə gedir qida borusundan uzun müddət müalicə alır, nəticə ala bilmir. Amma 20 gün, bir həftə alırsa müalicəni, daha çox effektiv nəticə alır və tez bir zamanda qutara bilir. Uşaqlarda uzun müddət öskürəklə gəlirlər. Öskürəklə allergik müalicə də alır, bəlğəm əleyhinə də alır, uzun müddət müalicə alır. Amma rentgendə səbəb başqa. Bəli, rentgendə görünür krupoz pnevmoniya, perebronxit, bu diaqnozdan xəstə uzun müddət müalicə ala bilir. Amma dəqiq baxdıqda, analiz verdikdə görürük ki, burada o nekrozlaşmış hissələr olur ki, ağciyərdə. Həmin o nekrozlaşmış hissələri ağciyərdə, məsələn, onlarda kölgə kimi görünür də. Ona görə həkimlər bəzən onu səhv sala bilir. Amma 20 gün, bir aydan sonra askaridin müalicəsindən sonra xəstənin tam öskürəyi dayanır. Bəzən yox, doktor. Demək olar ki, tibbin bütün sahələrində bəzi həkimlər üçün bunu deyəcəm ki, həqiqətən də qarışdırırlar. Panik atıq əlaməti, infarkt əlamətləri eynidir. Qarışdırmaq olmaz. Nə qədər sən bunu xəstəni diqqətlə dinləyib anamnez toplamalısan ki, diferensiyasiya eləyəsən və dəqiq diaqnoz. Qurd əlamətləri görün, nə qədər mədə-bağırsaq sistem xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, tənəffüs sistemi, pulmonoloji problemlərinin əlamətlərini verən qurdlardan danışırıq. Bunu diferensiyasiya etmək lazım. Burada səhvə yol vermək olmaz. Niyə? Çünki dəqiq diaqnoz qoyulmadığı halda insanda o 1 yox, 4 yox, hətta yeri gəlsin, bəlkə 14 növdə parazitlər aşkarlanacaq. Bax, indi deyəcəm ki,
ki, ev heyvanları saxlayanlar diqqətli olsunlar xüsusilə. Bəli, onun üstündə mənə çox yazdılar ki, Məlahət xanım niyə belə deyir? Bəli, heyvansevərlər Xoşlarına hücuma gəlmir. keçməsin. Mən çox kobud ifadələr işlətmək istəmirəm. Çox üzr istəyirəm dinləyicilərimizdən, izləyicilərimizdən. Heyvan əti yeyərək, heyvansevər kimi üstümüzə gəlməyin. Yəni, bizim sizdən fərqimiz yalnız bilirsiniz nədədir? Biz o heyvanları sevirik, amma evdə bəslənmirik. Evdə bəslənməsi üçün veterinar həkimlər var. Onların peyvəndləri və baxımı olmalıdır. Baxım olmadan Şədən götürür uşaqları, evə gətirirlər, o pişiklərə baxırlar. Bəli, onların törətdiyi parazitlər, gəzdirdiyi mikroblar. Dəridə çox problemlə gəlirlər. Problem yaradırsa, o haqda mən həkimin fikrini almaq istəyirəm. Yoxsa heyvansevərlərin niyə xətrinə dəysin və ya niyə bu insanlar sevsinlər, amma gigiyenik qaydalara nəzarət olmalıdır. Hər kəsin öz fikri var. Tibbi verilirsə, biz burada maarifləndirici fikir bildirməliyik. Bilirsiniz ki, dermatoloq həkimlər bugünkü gündə bir çox göbələk xəstəliklərində pişiklərdir, itlərdir, evdə saxlanan bir çox quşlardır. Onların istər tüklərində, istər allergik hassaslığı yüksəldir. Nələr dəridə problemlər yaradır. Baxımsız heyvan əlbəttə ki, parazit törədəcək. Tükün dibindən necə o parazitlərin çıxmağı, o qurtların orqanizmdən xarici olması, bunları evdən çoxunu valideynlər çəkib göndərir bizə. Biz bunları gedib, biz oradan çəkmirik ki, bunu valideyn evdə görür, bizim dərmanları içən zaman o parazitlər gəlib tökülür, tökülən zaman çəkirlər və bunları bizə göndərirlər. Əsas məqsəd odur ki, insanlar birinci növbədə profilaktikaya üstünlük versinlər, bir də immun sistemə. İmmun sistemi zəif olan insanda təbii ki, parazitin yoluxması tez bir zamanda olacaq. Bəzən mən saç müalicəsini bilirsiniz ki, çox sevirəm və saçların müalicəsində də mənə hərdən deyirlər ki, nəyə görə saçın müalicəsində qurdun müalicəsi gedir, qaraciyərin müalicəsi gedir? Qısa bir açıqlama. Əgər sizin parazitiniz varsa, immun sistem zəifdirsə, vitamin balansı zəifdirsə, təbii ki, sizin saçınız töküləcək. Burada ilk öncə parazitin yaxşı uşaqlarda təmizlənməsi lazımdır. Parazitlər uşaqlarda immun sistemdir, vitamin balansının zəifləməsidir. Ümumiyyətlə, orqanizmdə metabolizmi pozur. Təbii ki, orada yediyiniz heç bir qida lazımı dərəcədə bağırsaqlardan sorulmursa, bu saç nə ilə qidalanacaq? Təbii ki, burada vitaminlər normal olmalıdır ki, saç qidalansın. Qaraciyərin isə funksiyası vitamin deposunu yaratmaqdır, vitamin deposunu saxlamaqdır. Əgər bir insanın vitamini normal deyilsə, qaraciyər onu hardan depo eləyəcək? Təbii ki, kimyasal dərmanlar bizə uzun müddət istifadə olunur. Müəyyən qaraciyər xəstəlikləri olan insanlar qurt xəstəliklərində bunu istifadə etməməlidirlər. Baxın, təbii vasitələrlə aparılan, bugün dünyanın bütün ölkələri təbii orqanik məhsullara, təbii vasitələrə daha çox üstünlük verir. Müalicələr də onu kimi. Əgər biz bugün orqanik məhsul axtarırıqsa, qida rasionumuzu orqanik qurmağa çalışırıqsa, müalicənin də təbii üsullarla aparılması önəmlidir. Çünki nənə baba gəlmişdi, evdə kiçik uşaq var idi. Onlar alıblar qurt dərmanları, valideynlər məsələn istifadə edib, amma nənə babada Allah təsadüf miqdarı yüksəlib. İstənilən qurt dərmanının toksik təsiri var. O toksik təsir çox olduqda, yüksək olduqda təbii ki, qaraciyər yüklənir. Məlahət xanım, təşəkkür edirəm. Xoş oldu sizi dinləmək, görmək. Minnətdaram həkim sən verilişinə gəldiyinizə görə. Var olun. İşlərinizdə də uğurlar arzu edirəm. Çox sağ olun. Davamı gəlsin. Səsiniz dünyanın bir çox ölkələrindən eşidilsin. Bilirsiniz ki, mən də o sevinənlər sırasındayım. Sizi çox sevirəm. Təşəkkür edirəm. Bir daha xatırladım. Studiyamızın həkim qonağı, tibb elmləri doktoru, fitoterapevtlər İctimai Birliyinin sədri, Nərgiz Klinikasının direktoru, baş həkimi, terapevt Məlahət xanım Qəhrəmanova idi. Müraciətlər